Deməli, Məmməd müəllim, burada vəziyyət bu yerdədir. Mən danışım, sizə inşallah qulaq asıb nədir burada çətinliyi inşallah anlayacaqsınız. Deməli, Mingəçevir şəhər balinsasında korpusların məsələn birinin 3-cü mərtəbəsi burun qulaq burun qulaq. Hə, göz yoxdur. Məsələn, mən bilən göz yoxdur. Yoxsa burun qulaq göz də ordadırmı? Mən burun qulaq bilirəm. Burun qulaq şöbəsidir. Yəni səhv eləmirəmsə urologiyadır. Mən yenə də yəni ola bilsin ki, səhv eləyərəm. Sonra yəqin yoldaşlar dəqiqləşdirəcəklər. Deməli, oradan belə bir şey var. Cənab prezidentimiz indi tarixin zadında yəqin ki, özünüz araşdırıb taparsınız. Mən araşdırdım sizin üçün deyim. Mingəçevir şəhərinə səfəri zamanı Mingəçevir şəhər balinsasının əsaslı təmirini belə deyək, adı ilə balinsasının açılışını elətdirdilər. Yəni ki, Mingəçevir şəhər xəstəxanası əsaslı təmir olundu. Deməli, əsaslı təmirdə budur. Əslində şöbənin birini saxladılar. Oranın istilik sistemini ümumiyyətcə lifti yox. Həmən yəni ümumiyyətcə görəcəksiniz orada suvaqlı divardır hələ də. Bəzi aşağılardan da kadrlar çəkmişəm ki, yəni pasız özünüz biləsiniz ki, yəni orada vəziyyət nə yerdədir. Yəni, deməli belə. Cənab prezidenti alladıblar. Mingəçevir şəhər icra hakimiyyəti. Sonra Mingəçevir şəhər balinsasının baş həkimi. Sonra Mingəçevir şəhəri Respublikanın belə deyək də Səhiyyə naziri Oqtay Şirəliyev. Məsələn, belə deyək, alladıb cənab prezidentə təmir olunmamış yerin açılışını elətdiriblər. Yəni, mən də həm görüntüləri çəkdim. Sizin üçün yəni YouTube-a otuzdurum, linkini verim sizin yoldaşlara. Yəni belə bir yazı istəsəniz qoya bilərsiniz. Bir də indi gələk çətinliyə. Çətinlik burada nədən ibarətdir? Çətinlik ondan ibarətdir ki, deməli cənab prezidentimizin açılışına gəldiyi belə deyək xəstəxananı ona təmir adı ilə təqdim edib açılış elətdiriblər. Ondan da əlavə əhalinin də çətinliyi bundan ibarətdir ki, deməli təbii ki, bildiyiniz kimi təmir olunmamış yerdə heç bir xəstə, heç ümumiyyətlə qapıları görəcəksiniz orada videoda da var, tərpətmişəm, qapı bağlıdır hər tərəfin. Yəni belə deyək də qapıları bağlı olan şöbənin təbiidir ki, yəni bu şəhərin qulaq, burun şöbəsi olmamış olmaz. Və bunlar nə qarıblar? Bilinməsin deyənə şöbədə yerləşən, burun qulaq şöbəsinin yerləşən palataların baş belə şöbə həkimləri nəzarətdən falan bir yerdə aparırlar. Deməli, 2 dənəsini, 3 dənəsini, misal üçün belə deyək, ürək şöbəsinə yerləşdiriblər. 2-3 dənəsini aparırlar, cərrahiyə yerləşdiriblər. Yəni bölüşdürüblər. 10, 12, 15 dənə palatanı belə deyək. Məsələn, balinsanın müxtəlif şöbələrində heç ona aidiyyəti olmayan, təsəvvür edirsiniz, nevrologiyanın ortasında belə deyək, burun qulaq misal üçün şey var, şöbəsinin otaqları var, hamısı narahatçılıqdır, hamısı şikayət edirlər. Sonra canım sizə desin, ürək bölməsində təsəvvür edirsiniz, ürək xəstəsidir, bunu adama tam sakitçilik lazımdır, belə falan. Bu adam sakitçilik yerinə, məsələn, burun qulaq göz, salsın belə deyək, burun qulaq şöbəsini gətirib oraya yerləşdiriblər. Gecə səhərə qədər xəstə gəlir, gedir, nəmən işçilərdən gözünə dəmir batan gətirirlər. Gecə ürək xəstəsidir, narahat olur, şikayətini edir. Yəni belə bir şeylər. Yəni təmir olunmamış yeri, təmir olunmuş adı ilə cənab prezidentimizi alladıb, açılışını edirlər. Faktda görüntülər var. Foto çəkmədim açığı, video çəkdim hər iki tərəfdən şöbənin, o baş girişindən də baş girişindən, hər girişindən çəkdim. Videoda danışmamışam. Yəni buna görə səs yazısına göndərirəm sizə. Deməli, fotonda internetdə Mingəçevir şəhər xəstəxanası bir dənə yazıb tapaq, göndərərik. Yəni o qulaq asın bu səsə. Yəni videonda nə vaxt desəniz 30 durum YouTube'a göndərim sizə qoyun. Yəni cənab prezidentimizi alladıblar. Mən əminəm ki, bu ölkə bunu işıqlandırsa %100 effekt olacaq. Çox sağ olun.